Şübhəsiz ki, din eyni zamanda bir xalqın, bir millətin mənəvi dəyəridir və eyni zamanda mədəniyyətinin tərkib hissəsidir, tarixinin tərkib hissəsidir. Müəyyən mənada milli adət-ənənələrlə də çuğalaşır, müəyyən mənada ideologiya da öz təzahürünü göstərir və bu baxımdan din sahəsində bu hibrid savaşçıların müdaxilə eləməsi heç də təsadüf deyil, bu düşünülmüş şəkildədir. Bəzən təbii ki, biz düşünə bilərik ki, din dövlətdən ayrıdır, din indi adi bir, deyək ki, bir fəaliyyət sahəsidir, filan bir yüngül sahə. Bu cür qeyri-ciddi yanaşmaq lazım deyil. Bugün dünyada baş verən savaşların bəlkə də bir 60%-nin ilə əsasında, kökündə bu din məsələsi durur. Yəni, nə barədə? Yəni, bu din pərdəsi altında, din ideologiya əsasında bu savaşlar qaynaqlanıbdır. Orta əsrlərdə təriqətlər partiya rolunu oynayırdı. İndi partiya deyilir, o dövrlərdə təşkilat, məsələn, siyasi partiya yox idi, məzhəb və təriqət adından çıxırdı ortaya da. Bizim elə tarixi dövlətlərimizdə də bu belə oldu. Elə Səfəvilərin özü, Səfəvilik təriqəti o dövrün siyasi partiyası, təşkilatı olub ki, təşkilat sonra genişlənib və insanların inancından da istifadə edərək hakimiyyətə gəlibdir. Güc, qüdrət əldə edib. Eyni zamanda başqa təriqətlər də bunun ki, bax, ona görə bu təriqətlərin haradasa siyasi ideoloji tərəflərini unudaraq, bunu adicə bir din, mənəvi bir yol kimi qəbul etmək lazım deyil. Və bu düşünülməlidir, araşdırılmalıdır, analiz edilməlidir ki, niyə görə o məzhəbçilik pərdəsi altında müdaxilə eləyirlər? Birinci növbədə biz məzhəbçiliyin qarşısını almalıyıq. Tarixi ənənədən süzülüb gəlmiş olsa da belə, hər kəs öz məzhəbindən gedə bilər, heç problem yoxdur. Məzhəb əslində dini mənada yol deməkdir. Bunun heç bir qəbahəti yoxdur. Ancaq məzhəbçilik təhlükədir. Niyə? Çünki bu cür təhdidlər adətən bu təfriqətçilik adı altında ortaya çıxır. Və o bir zəmin yaradır ki, rəqib təbəqələr yaradırlar, xarici təsirlərlə qütbləşmə yaradırlar. Hər məzhəbi radikallaşdırırlar digərlərinə qarşı, rəqabət yaradırlar və nəticədə bu balanslaşdırma nəticəsində bir-birini inkişaf elətdirir bu cərəyanlar, bu təriqətlər. Biri bu qütbdə dayanıb, biri bu qütbdə. Təbii ki, futbol oynayan meydanda iki komanda olmalıdır da, bir komanda öz-özündən oynamayacaq ki, bunu inkişaf eləməsi üçün, oyunun davam eləməsi üçün iki komanda lazımdır. Bunun üçün də İslamda cərəyanlar formalaşdırırlar və bunu qızışdırırlar. Sən filan təriqətdənsən, sən filan məzhəbdənsən, alovlandırırlar, qarşı-qarşıya qoyurlar və nəticədə bax bu öz ideologiyalarını, öz təhlükəli deməli proqramlarını yerləşdirmiş olurlar. Bunun üçün mən hesab edirəm ki, birinci növbədə vəhdət, yəni İslamın əsl dəyərlərinə uyğun olaraq tərənnüm olunan dəyərlər yaşadılmalıdır və bizim milli mənəvi dəyərlərimizə, öz milli mentalitetimizə uyğun olan İslam modelimiz formalaşdırılır. Din modeli, ümumiyyətlə də Azərbaycan çox konfessiyalı, çox deyək ki, inanclar olan bir ölkədir və bununla da biz dünyada fəxr edirik ki, bu tolerantlıq bizdə elə fundamental şəkildə olubdur. Bu gün də dövlətin də siyasəti ondan üst-üstə düşür və bu tolerantlığımız davam edir. İstər milli etnik sahədə olsun, istər dini yöndə olsun ki, biz tolerant bir ölkəyik və ancaq bununla yanaşı bu tolerantlığı pozmaq istəyən qüvvələr, qeyd etdiyim kimi, əsasən təbii ki, dinləri üz-üzə qoymaq biraz çətindir, amma məzhəbləri... Çox əsas mövzudur, həqiqətən. Əsas mövzudur. Məzhəbləri asanlıqla üz-üzə qoya bilirlər və bir, necə deyirlər, bir alışqan alışdırırlar və salam da. Bu, xüsusən də inancı zəif adamları, bir qədər də xaricdə təsir, təlim görmüş adamları ki, vaxtı ilə müəyyən boşluqlardan istifadə edib, gedib orada beyni zəhərlənibdir. Gəlib bu adamların vasitəsilə bugün cəmiyyətə təsir rıçaqları kimi istifadə edirlər onları. Bu açıq-aşkar, mən sizə deyirəm, sosial şəbəkələrdə də görsənir. Mənim bu sahədə analitikəm, geniş analizlərim var və obyektiv şəkildə bu məsələləri mən analiz edirəm uzun müddətdir. Mən çox təəssüf olsun ki, ictimai təşkilatların daxilində də bu fiqurları görürəm. Müəyyən çevrələrdə, müəyyən dairələrdə, bəlkə də hətta dövlət strukturlarına da sızmaq istəyən, təsir göstərmək istəyən bu cür şeylər var, fərdlər var. Mən bunları hiss eləyirəm ki, bu təsirlər var. Demirəm, bu böyük bir problemdir, hazırda bu böyük bir aktual bir məsələdir, yox. Bəlkə də indi o nəzarətdədir, hamısı diqqətdədir, filandadır. Ancaq mən öz gördüyüm təcrübəyə əsasən deyirəm, analizlərimə əsasən deyirəm ki, mən bunu hiss eləyirəm, görürəm ki, onun altında məhdidlər yatır. O, necə deyərlər, qeyd etdiyimiz təhlükələr yarana bilər bunun gələcəkdə. O baxımdan mən hesab edirəm ki, indi Azərbaycanda bilirsiniz ki, dini qurumlarla iş üzrə Dövlət Komitəsi və eyni zamanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu, dünyada bir çox din məktəblərindən fərqlənir və öz üstünlüyünə görə, öz tolerant proqramına görə, belə deyək, təhsil sisteminə görə
bu qısa müddətdə həqiqətən də çox böyük bir potensiala sahib olubdur və din sahəsində xüsusən din-dövlət münasibətlərinin inkişafı, ümumiyyətlə mənəvi dəyərlərimizin milli dövlətçilik harmoniyası üzərindən deyək ki, bu müstəvidə inkişafı üçün bu universitetin bir məktəb kimi rolu çox böyükdür, mən hesab edirəm. Həm kadr potensialı baxımından ki, bu kadr yetişdirəcəkdir, yeni kadrlar formalaşacaq bizdə, həm də ümumiyyətlə onun geniş akademik bazası sayəsində dinimizin sağlam şəkildə cəmiyyətimizə çatdırılması, bax bu çox önəmlidir. Niyə mən o institutun rolunu vurğuladım? Çünki o qeyd etdiyimiz din pərdəsi altında, kənardan, xaricdən bizim insanlarımızın beyninə sızan təhdidlərin qarşısını məhz həmin institutlar almalıdır, alacaqdır. Necə bayaq mən dedim ki, xaricdə bu təhlükələri yaradan institutlar var. Əməlli başlı akademiyalar var, məktəblər var. Bəli, oturublar, bunlar ancaq bu işlərlə məşğuldurlar. Axı, niyə bizdə də bir müdafiə institutu olmasın? Biz demirəm ki, biz də kiməsə hücum eləyək, filan eləyək. Yəni, belə bir şey varsa, bu da bizdə təbii ki, olmalıdır. Mən hesab edirəm ki, daha da bu sahə genişlənməlidir və sağlam düşüncədə, sağlam təfəkkürdə olan din mütəxəssislərimiz təəssüf çox azdır. Obyektiv, dövlətçi, milli təfəkkürdə olan sağlam ilahiyyatçılarımız müstəqil, dinşünaslarımız çox təəssüf olsun ki, müxtəlif zamanların aşınması nəticəsində xarici təsirlər və s. səbəbindən deməli bu çox azdır ki, bu cür ayıldan insanları, necə deyirlər, praqmatik düşünən, real düşünən, milli dövlətçilik təfəkkürünə sahib olan adamlar çox azdır. Nə yazıq ki, dinin də tərkibində problemlər var. Bax, bu boşluqdan da istifadə olunur, o təhlükələr həmin boşluqlar vasitəsindən sızır. Qeyd etdiyim kimi, xurafatçılıq var. Qeyd etdiyim kimi, möhumat var, məzhəbçilik var. Bu nə yazıq ki, tarixi ənənədən süzülüb gələn məsələlərdir. Bu demirəm, elə bizdə yaranıbdır. Xeyr, bu bütün dünyada, bütün müsəlmanların ümumi problemidir. Xaricə bağlılıq var. Təbii ki, xarici ölkələrin üzündə İslam modelləri var. Teokratik dövlətlər var, tutaq ki. Teokratik dövlətin ideologiyasını, onun din modelini, dünyəvi sekulyar dövlətə əlbəttə ki, bu uzlaşdırmaq mümkün deyil. Amma nə yazıq ki, bizim bəzi kadrlarımız vaxtilə gedib həmin teokratik dövlətlərdə dini təhsil alıblar. Amma sonra da gəlib yerləşiblər din xadimi ki, mən azı bir 100-200 adamın da beynini öz düşündüyü istiqamətə aparıblar. Bu gün indi həmin beyinlərə o hibrid təhlükələrin, virusların yeridilməsi nə yazıq ki, daha asan olur. Amma bəzən o adamların özləri də bilmir ki, bunun beyninə yeridilən təhlükədir. Onun inancına çevrilib artıq o. Artıq ona inanır. Ki, filan istiqaməti götürüb, o cürdə gedir irəli. Yox, bu belə olmalı. 1400 il bundan qabaqki bir tarixi şəxsiyyəti, obrazı götürüb, onun üstündə bütün potensialını sərf eləyir sosial şəbəkələrdə ki, filan kəsi qoymadılar xəlifə seçilməyə, o seçilmədi, o biri seçildi. Bu elə bilir ki, bu məzhəbinin inancının həqiqəti, amma düşünmür ki, onun altında xarici qüvvələrin, bax bu cür təhdidləri dayanır ki, səni orada qardaşınla düşmən eləmək istəyir. Ailələr var ki, qardaşın biri bir təriqətə qulluq edir, o biri təriqətə. Bu dəfn olunanda o biri onun yasına getmir. Bax, bunlar nəyin təzahürüdür? Bunun hamısı bu cür xarici təhdidlərin, bu hibrid təhlükələrin, necə deyərlər ki, vəhdəti pozmaq, xalqın, millətin həmrəyliyini pozmaq, necə deyərlər, insanların beynini zəhərləmək, insanların beynini parçalamaq, fikrini parçalamaq, bölmək, bilirsinizmi? Yenə zahirdə müəyyən mənada bu fiziki problemləri, xəstəliyi bəlkə də müalicə eləmək olur. Ancaq bu beynin zəhərlənməsi çox təhlükəli məsələlərə gətirir. Bugün dünyada bu müxtəlif terror cinayətləri törədən təşkilatların, filanların hamısının görürsünüz ki, araşdıranda bunların hansısa bir cərəyana etiqad eləyirlər və bunları hardansa idarə eləyirlər. Hansısa beyin mərkəzləri bunları ortaya çıxardıbdır. Bunların həmən o istiqamətindən istifadə ediblər ki, bəli, biz bu bölünmüşük, bizim fikrimiz budur. Güya dini cəhətdən də şimdi ola bilər. Dində bu cür elmi cəhətdən parçalanmalar ola bilər. Bu mümkündür. Məzhəblər, təriqətlər hamı eyni fikirdə ola bilməz. Amma xarici qüvvələr bunlar düşünmür ki, o xarici maraqlar onların o cür ayrılığından istifadə edib, bax bu cür təhlükələr yaradırlar. Ona görə mən hesab edirəm ki, ilk öncə bizim özümüzdə bununla bağlı əsas da gənclərimizi qorumaq lazımdır. Xüsusən